Благослови их родителей. Onların Высвободи свою силу, радость и благословение. Во имя Отца, Сына и Святого Духа. И весь народ сказал: Аминь. Будьте благословенны, детки. И давайте помолимся. Аллилуйя. Отец, мы поднимаем перед Тобой Азербайджан в это утро. И мы молим и просим Тебя, чтобы Ты действовал, Отец. Чтобы Твои планы, Твоя воля исполнялись в Азербайджане. Мы благословляем на часть своей власти. В это утро мы благословляем Азербайджан. Молим и просим Тебя, производи свою работу. Пусть Евангелие достигает каждого темного участка в этой стране. И пусть свет Евангелия открывает глазам людям. Также мы поднимаем перед Тобой Израиль. Мы молимся за эту страну. Мы молим и просим Тебя, Господь, Боже милостивый, это страна, которую Ты избрал. Это потомки Авраама, Исаака и Якова. Bu İbrahim'in, İshak'ın ve Yakub'un neslidir. И мы их благословляем. Ve biz onları hayırlandırırız. Молим и просим Тебя. Dua ederiz ve senden Пусть Твоя dileriz. крепкая рука будет на их жизни. Qoy sənin qüdrətli əlin onların həyatlarında olsun. Благослови Израиль. Hayırlandır İsrail'i. И пусть все неправильные планы Və qoy hər bir düzgün olmayan против planlar Израиля İsrail'e не qarşı состоятся. yerinə Во yetməsin. имя Иисуса İsa Христа. Məsih'in ismin И aminə. весь народ сказал: Аминь. Аминь. Слава Господу. И Bizler мы Tanrı'ya помолимся за наши нужды. Və biz öz ehtiyaclarımıza Вот görə dua они, edəcəyik. вот здесь сколько нужд есть. Burada nə Слава qədər Богу. ehtiyaclar var. Şükür Tanrı'ya. Если есть нужды, значит есть и ответы. Eğer Аминь. ehtiyac varsa deməli Бог cavablar любящий da var. Бог. Давайте будем Tanrı молиться. sevən Tanrıdır. Отец Небесный, мы поднимаем перед Тобой каждую нужду, каждую Hər ситуацию. bir ehtiyacı, hər bir vəziyyəti sən Каждую qarşına болезнь. qaldırır. Hər bir xəstəliyi. Мы простираемся нашей сердечной верой Biz öz ürəkdə olan imanlarımızı açırıq. по отношению к каждой нужды. Hər bir ehtiyaca qarşı. Исцеляй, Şəfaət, освобождай, azad et. производи свою работу в семьях. Öz hərəkatını ailələrdə yerinə yetir. Благословляй исполнение желаний, Господь. Hər bir ehtiyacın yerinə yetməsini xeyirdə olandır. Пусть каждое прошение поднимется перед Тобою. Qoy hər bir dilənən arzu sənin qarşına qalsın. И мы знаем, Господь, Və biz bilirik ki, что у Тебя Tanrı, есть ответы «да» и «аминь». və səndə cavab var. И Bəli мы və благодарим amin. Тебя за каждый ответ. Və biz hər bir cavaba görə Спасибо тебе, minnətdarıq Господь. sənə. Minnətdarıq, ya Rəbbim. Благословляем во имя Və Отца, xeyirli Сына olandır, Ata, и Oğul Святого və Духа. И весь Müqəddəs народ сказал: Ruhanə və bütün xalq dedi, прежде чем ты сядешь, благослови 5 своих соседей. Əyləşməmişdən Скажи qabaq что-то приятное. 5 qonşunu xeyirdə olandır və xoş bir sözdür. Еще раз доброе утро. Bir daha sabahınız xeyir. И сегодня у нас чудесное время. Və bugün bizdə çox gözəl, möhtəşəm У gündür. нас время, когда мы зажигаем вторую свечу Адвента. O Аллилуйя. vaxtdır ki, Слава hansı ki, Господу. Adventin ikinci şamını yandırırıq. И что такое вторая свеча Адвента? Və Adventin ikinci şamı nə deməkdir? Это свеча Вифлеема. Bu Vifleyim şamıdır. И свеча подготовления или свеча мира. Bu hazırlanma və yaxud da ki sülh şamıdır. И ее зажигают во вторую неделю Адвента. Və bunu Adventin ikinci həftəsində yandırırlar. И она несет очень теплый, глубокий смысл. Və bu çox isti və dərin bir mənanı verir. Вторая свеча напоминает нам о пути Вифлеем. İkinci şam bizə Vifleyimə olan yolu yada salır. О том, как Мария и Иосиф отправились в долгий
непростой путь. Hansı ki Məryəm və Yusif çox uzun və asan olmayan bir yola çıxdılar. Доверяю Богу каждое мгновение. Tanrıya hər bir anı etibar edərək çıxdılar. Вторая свеча Адвента Adventin ikinci şamı – это время, когда мы готовим свои сердца. o vaxtdır ki, hansı ki biz ürəklərimizi hazırlayırıq. И она несет за собой теплоту, глубину, радость. O özünlə istiliyi, sevinci gətirir və dərinliyi И в этой gətirir. свече есть глубокий смысл. Və bu şamda çox dərin bir məna var. И сегодня, когда мы ее будем зажигать, Və biz bugün o şamı пусть yandırarkən, твое сердце наполнится миром Божьим. qoy sənin ürəyin Tanrının sülhü ilə dolsun. Потому что это время принятия мира. Çünki bu vaxt sülhün Amin. qəbul etmə vaxtıdır. Halleluya. Amin. Слава Господу! Şükür Tanrıya. Вау! Как классно! Давайте. Halleluya. Радуйся, мир, в эту ночь небесами, Эммануил, Бог наш с нами, беден богат, о, пойдем, преклонимся, мир в нем найдем, Христос родился. Пойте все люди, Господь всесильный Царь. Пусть от творения хвалу Ему воздай. О, как Он благ, как же Он благ, Он родился, смерть победить. Свет в этот мир, ночь Рождества. Яркий свет сквозь моря и пустыни, надежда была во тьме
Тебе, Господь. Мы Halleluya. славим Sənə Тебя. izzət, Спасибо Тебе, Tanrı. Господь. Sənə izzət, Tanrı. Аминь. Присаживайся Аминь. в Божьем присутствии. Tanrının huzurunda И əyləşin. я хотел почитать несколько объявлений. Mən sizinlə bir neçə elanları bölüşmək И istəyirəm. 12 декабря 12 dekabr в 19:00 19:00-da мы собираемся на общецерковную молитву. biz ümumi kilsə duasına yığışırıq. Это особенное время, Bu xüsusi bir vaxtdır. когда мы единодушно приходим к Богу, Hansı ki biz bir qəlblə yığılışırıq Tanrı qarşısında чтобы искать Его лица, ki onun simasını axtaraq. благодарить за все, Hər bir şeyə görə minnətdar что olaq. Он делает, O nələr и ki доверять edir Ему все наши нужды. Аминь. və öz ehtiyaclarımızı ona verək. Это классное время, когда мы собираемся вместе и молимся. Bu çox bir möhtəşəm vaxtdır ki, hamımız bir yerdə toplaşırıq və bir yerdə dua edirik. Итак, следующее это открытый семинар. Növbəti elan isə bu açıq seminardır. 8, 10, 11 декабря. 8, 10 və 11 dekabr И в нашей церкви пройдет важная и вдохновляющая серия семинаров. bizim məbədimizdə əsas və ruhlandırıcı seminar keçiriləcək. Она будет посвящена Святому Духу и Его дарам. O seminar müqəddəs ruh və onun ənamları barəsində Еще olacaq. раз повторюсь, это открытый семинар. Mən yenə də təkrarlayıram ki, bu Это время, açıq когда мы seminardır. углубимся в Слово, Bu o vaxtdır ki, biz kəlama Разберемся. dərinliyinə gedirik, araşdırırıq как действуют дары Духа Святого, ki, müqəddəs ruhun ənamları necə hərəkət edir и научимся открывать Его водительство. və müqəddəs ruhun yönəldiciliyini öyrənirik. И вот я был в четверг на домашней группе, Mən cümə axşamı ev qrupunda oldum и вот этот вопрос поднялся. və bu sual orada Насчет qaldırıldı. Духа Святого и Его даров. Müqəddəs ruh və onun ənamları barəsində. Я предложил вот открытый семинар. Сегодня Və у нас mən есть. təklif etdim ki, Halleluya, bizdə slava açıq Господу. seminar olacaq. Buyurun 8, gəlin. 10 и 11. 8, 10 və 11 18:30. dekabr. Мы ждем вас. 18:30-da sizi gözləyirik. И потом у нас идут праздничные объявления. Və bizdə sonra isə bayram elanları gedir. Дорогие лидеры и служители церкви. Əziz liderlər və xidmətçilər, 13 декабря 13 dekabr в 19:00 состоится наше лидерское собрание. 19:00-da bizim liderlər yığıncağı olacaq. Это важное время, когда мы объединяемся, чтобы подвести итоги, Bu əsas bir vaxtdır ki, hansı ki biz ilin nəticəsinə baxırıq, обсудить планы, planları müzakirə укрепиться в edirik видении və görüntüdə möhkəmlənirik и получить вдохновение для служения. və xidmət üçün nəsihət alırıq. Мы ценим каждого из вас Biz hər birinizi и верим, что qiymətləndiririk Бог поднимает сильную команду, və inanırıq ki, Tanrı güclü bir komanda qaldırır. которая будет влиять и служить с любовью. Hansı ki onlar sevgi ilə xidmət edəcək və sevgi ilə ətrafa Итак, это təsir edəcək. праздничное объявление о лидерском собрании Bu bayram elan edilir. 13 декабря 19:00. 13 dekabr 19:00-da. Следующее – это Növbəti. золотое поколение. Bu qızıl nəsildir. Будет, аллилуйя, собрание золотого поколения. Qızıl nəsil toplantısı И olacaq. оно пройдет 20 декабря Bu 20 dekabr в 11:00. 11:00-da И, дорогие наши, приглашаем вас на теплую встречу старшего поколения. və əzizlərimiz sizi qızıl nəslin isti Halleluya. toplantısına Слава dəvət edirik. Господу! Это хорошее Şükür время. Tanrıya, bu çox gözəl bir vaxtdır. И последнее объявление – это рождественский концерт. Sonuncu elan isə bu Milad konsertidir. И мы вот уже почти 2 месяца готовимся. Biz demək olar 2 aydır hazırlaşırıq. И приглашаем всех вас на праздничный рождественский концерт. Və hər birinizi Milad konsertinə dəvət edirik. И он пройдет 25 декабря в 19:00. Və o 25 dekabr 19:00-da Будет başlayacaq. очень светлая атмосфера, Çox gözəl bir Muzika, abu-hava olacaq, musiqi olacaq, прославление, радость izzətləndirmə торжества и много və еще чего интересного. şadlanma və çox gözəl şeylər olacaq. Ждем каждого из вас. Hər birinizi gözləyirik. Может быть, ты кого-то пригласишь. Ola bilsin ki, sən kimisə dəvət Будем очень edəcəksən рады. və biz çox şad olarıq. Это время, когда церковь торжествует рождение Господа.
Bu o vaxtdır ki, məbəd İsa Məsihin doğulmasını bayram edir. Ну, вот такие моменты nельзя пропускать. Аминь. Və buna görə də bu anları правильное buraxmaq время olmaz. Bu düzgün vaxtdır. Для тебя, для твоих близких и Sənin üçün və родных. sənin pусть Бог тебя yaxınların üçün, благословит. doğmaların üçün. Qoy Tanrı sənə xeyirlər versin. Хотел бы поделиться словом о даянии, добровольном даянии. Mən sizə indi könüllü yanələr barəsində kəlamla bölüşəcəm. Знаете, и вот так как-то микс пришел, когда молился, такое маленькое слово, небольшое. Mən dua edərkən belə bir qısa kəlam gəldi. Евангелие от Луки, 6 глава и 38 стих, он говорит, давайте и дастся вам. Lukanın müjdəsində 6:38-də deyir ki, verin sizə də veriləcək. Но прежде чем дать, Lakin verməmişdən öncə нужно семя. toxum lazımdır. И 2 Коринфянам 9:10 она говорит, что дающий же семя сеющему. 2 Korinfillərdə isə 9:10-da deyilir ki, əkinçiyə toxum verilir. Как я могу посеять, Mən necə əkə bilərəm? если у меня в руках ничего нету? Əgər mənim əllərimdə heç bir şey yoxdursa. Но Библия дает понимание, дающий же семя сеющему. Bibliyada isə belə bir anlayış var ki, əkinçiyə toxum verilir. Первое, что я внутри себя говорю, что я сеятель. Birinci mən ürəyimdə fikirləşdim ki, mən əkinçiyəm. Тогда Бог дает тебе семя. Mənə Tanrı toxum verərkən. Следующий шаг, давайте и дастся вам. Və növbəti addım isə verin sizə də veriləcək. Значит, нужно сделать шаг Və buna görə də addım и atmaq посеять это lazımdır. семя. Və bu toxumu əkmək lazımdır. И притчи, оно говорит о том, что верный человек богат благословениями. Və məsələlərdə deyir ki, sadiq insan xeyirdarlarla zəngindir. Человек сеющий Əkən insan и верность в сеянии, это və, очень важно. və bu əkində sadiq olmaq bu çox Потому что mühüm bir şeydir. я принимаю решение делать это постоянно. Çünki mən qərar alıram ki, bunu daim edim. Ну, может быть, ты сегодня пришел там второй, третий раз, ты говоришь, я еще не давал, но вот думаю, дать, не дать. Və ola bilər ki, sən fikirləşirsən, ikinci və yaxud da üçüncü səfər gəlmirsən ki, mən verməmişəm, verim yoxsa verməyim. Бог дает тебе это семя, Tanrı sənə bu toxumu verir, финансовое семя, maliyyə toxumunu verir, которое ты можешь посеять. hansı ki, sən əkə bilərsən. И Бог обещал, что сеющему будет обязательно урожай. Və Tanrı vəd verir ki, əkən üçün həmişə məhsul olacaq. Если мы бросаем семя в землю, Əgər biz toxumu torpağa atsaq, мы видим, что оно умирает. görürük ki, o toxum ölür И через его смерть происходит рождение нового. və onun ölümü vasitəsilə yenidən dirçəliş gəlir. Первым, кто показал закон сеяния, это был наш Господь. İlk əkin qanunu bizim Rəbbimiz Он göstərdi. посеял свою жизнь O həyatını и əkdi пожал миллионы жизней. və milyonlarla həyat biçdi. Знаете, это хороший пример для нас всех. Və bilirsiniz, bu çox gözəl nümunədir bizim üçün. Поэтому сеющему Və обязательно будет урожай. ona görə də əkinçi üçün hər bir zaman məhsul olacaq. А еще добавляется, верному человеку Və əlavə будут olaraq da благословения. sadiq insana hər bir zaman Верный xeyirli olacaq. сеятель, он всегда будет благословен. Sadiq əkinçi hər bir zaman xeyirdalı olacaq. Давайте будем в эти праздничные дни ожидать праздничного посеяния, Gəlin bu bayram günlərində bayram Праздничного урожая. əkinini gözləyərik. Bayram məhsulunu потому что gözləyərik. когда ты сеешь, Nə vaxt помни ki одну sən вещь, əkirsən, bunu yadda обязательно saxla. будет урожай. Mütləq sənin biçinin olacaq. Надеемся Ümid и edən, доверяем Господу, ümid edirik və что Tanrıya наш güvənirik урожай будет хорошим. ki bizim məhsulumuz Amin. çox gözəl olacaq. Пусть Бог тебя благословит в твоем даянии. Qoy Tanrı sənin əkinində səni xeyirdolandırsın. Аллилуйя, Отец, мы просто благодарим Тебя. Ata, biz sənə Спасибо minnətdarıq. Тебе. Спасибо за Minnətdarıq этот sənə финансовый поток. bu maliyyə axınına görə. Благодарим Тебя, потому что это не просто Minnətdarıq sənə çünki дающий bu же sadəcə семя сеющему. deyil, bu Ты əkənlər сегодня üçün biçindir. Дал нам эти семена,
Sən bugünkü gündə bizə toxum verdin и ты обещал, давайте и дастся вам. və sən vəd verdin ki, verin sizə veriləcək. Мы не просто сегодня отдаем финансы, Biz sadəcə olaraq bu gün maliyyəmizi мы их vermirik. благословляем. Biz onları xeyirdalandırırıq. Эти семена умирают для нас, Bu toxumlar bizim üçün ölür, но оживают для тебя, Господь. lakin sənin üçün isə dirilir И будет богатый урожай və çox bol məhsul во olacaq. славу Твою. Sənin izzətli zənginliyinə görə. Мы не только сеятели, Biz sadəcə o мы əkinçilər еще deyilik, и пожинаем. biz həmçində məhsul И мы biçənlərik. благодарим Тебя за эти богатые urожаи. Biz sənə bol məhsula görə Спасибо Тебе, minnətdarıq. Господь. Minnətdarıq Воздаем sənə. Тебе всю славу и честь. Bütün izzət və şərəfi sənə veririk. Аллилуйя. Аминь. Amin. Давайте будем делать это с радостью. Gəlin bunu sevinclə edək. И приглашаем Тебя, пастор Игорь, поделись словом с нами. Və Pastor Igor sizi dəvət edirik. Водичку? На. Это микрофон, я думаю. Водичку. Тарана. Koyda suyu koyda pastırı. Oraya koyuyor. Ha yoktu da su. Аллилуйя. Паузу пусть люди соберут финансы, потом начнем. Куда его положить? Аминь. Доброе утро. Sabahınız xeyir olsun. Давайте коротко помолимся. Gəlin qısaca dua edək. Отец, во имя Иисуса Христа, Ata İsa Məsihin ismi ilə мы славим Тебя сегодня biz səni bu gün izzətləndiриrik и благодарим. və minnətdarıq. Это время подготовки, Bu hazırlıq dönəmidir. потому что скоро Рождество. Ona görə ki, milad yaxınlaşır. Это время приготовить себя, Bu o vaxtdır ki, biz özümüzü hazır etməliyik. чтобы все, что неправильное в нашей жизни, Həyatımızda düzgün olmayanları мы могли оставить, biz onları tərk edə bilək. потому что Ты хочешь преобразить нас, Ona görə ki, sən bizi yeniləmək istəyirsən. чтобы мы были похожи на Тебя, Ki biz sənə bənzər olaq. на Иисуса Христа, İsa Məsihə в своей жизни, həyatımızla, поведении, hərəkətlərimizlə, поступках. addımlarımızla И мы не хотим пренебречь этим. və biz buna xor baxmaq istəmirik. Мы благодарим Тебя сегодня. Biz sənə bu günləri minnətdarıq. Я также молюсь о людях, которые сегодня нуждаются в исцелении. Mən həmçinin o insanlara görə dua edirəm, kimlər ki, şəfada ehtiyac duyur. Ты не изменился. Sən dəyişilməmisən. И Ты сегодня тот, который хочет исцелить. Sən bugün o kəssən kim ki, şəfa vermək istəyir. Чтобы Твое тело было здоровым и сильным. Sənin bədənin güclü olsun Прямо сейчас. və sağlam olsun indi. Я просто беру власть Mən səlahiyyəti götürürəm. над всякой немощью, болезнью. Hər bir xəstəliyin üzərində Или какие-то нужны прорывы, победы. və yaxud da hansısa dəlib keçmələr, qələbələr lazımdırsa, Господь, высвободи это. ya Rəbb, azad et bunu. Пусть Твоя победа сегодня будет торжествовать на этом месте. Qoy sənin qələbən bu yerdə səs salsın. Ты победил. Sən qalib И Ты gəldin дал нам эту победу. və bu qalibiyyəti bizə И мы verdin. сегодня стоим, Господь, пред Тобою. Və biz bu günləri sənin qarşında dayanmışıq. И мы благодарим Тебя, что Ты касаешься нашей Və жизни. biz minnətdarıq ki, bizim həyatlarımıza Ты toxunursan. касаешься нашего tela. Bizim bədənimizə toxunursan. И мы говорим сегодня, Господь, Və biz bu günləri мы deyirik, ранами "Ya Rəbb, Твоими исцеляемся. sənin bədəninlə biz şəfa Мы tapdıq. связываем Тебя, дьявол, прямо сейчас. Biz iblisi bağlayırıq bu yerdə. И мы провозглашаем духовный мир. Və biz bəyan edirik. Все, ruhani что мы aləmdə. свяжем, Nəyi ki biz bağlayacağıq. это сегодня будет связано на небесах. Bu günləri yer üzündə bağlanacaq. И все, что мы будем развязывать, Və hər şey nəyi ki biz açacağıqsa, это будет также развязано. bu həmçinin açılacaq. Спасибо. Minnətdarıq.
за исцеляющую силу, sənin şəfa verən gücünə görə, за Твое прикосновение. sənin toxunuşuna görə Мы благодарим Тебя. biz minnətdarıq sənə. И все сказали Və bütün xalq desin, аминь. Давай воздадим славу Богу. gəlin bizə. Аминь. Ну Аминь. что, скоро Рождество. Beləliklə milad yaxınlaşır. Раз, два, три. Да. Раз, два, три. Аминь. Да, скоро Рождество, Milad yaxınlaşır. и ты заметил, все меняется. Və fikir vermirsən ki, hər şey Ну, dəyişir. обновляется. Hər şey yenilənir. Я думаю, у тебя дома уже есть свечи. Mən düşünürəm ki, sənin evində artıq şamlar qurulub. Ты украсил уже дом, Sən artıq evi возможно, bəzəmisən. каким-то красным цветом. Ola У bilsin нас ki, hansısa bir красный qırmızı цвет rənglə. дома. Bizim evimizdə qırmızı rəngdədir. И знаешь, Və bilirsən, хорошо, когда все меняется. çox gözəl olur haçan ki, yenilik gəlir. Это не всегда стоит сегодня на этом месте, а сегодня стоит. Hər zaman bu əşyalar bu yerdə durmur, lakin bu günləri burada Это dayanır. красиво. Bu gözəldir. Но знаешь, Бог также хочет, чтобы мы тоже поменялись. Lakin bilirsiniz, Tanrı eyni istəyir ki, biz də dəyişək. Потому что Он хочет, Ona görə ki, o istəyir чтобы мы тоже выглядели красиво. ki, biz də gözəl görünək. И знаешь, времена Адвента – это подготовка. Və bilirsən, advent zamanı bu hazırlıq zamanıdır. Подготовка встретить Və sən hazırlaşırsan ki, görüşəsən Мессию. Məsihi. Иоанн Креститель, он приходит прежде всего. Yahya vəftişçi öncədən И gəlir. у него была одна проповедь. Və onun bir dənə möizəsi var idi. Покайтесь Tövbə edin и верьте, və iman edin. приготовьте путь Yolu hazırlayın для Господа. Rəbb üçün. И знаешь, Və bilirsən, мы готовимся встретиться с Ним. biz hazırlaşırıq ki, onunla görüşək. Писание говорит, церковь – это Его невеста. Müqəddəs kəlam deyir ki, kilsə onun И gəlinidir. первое, что хочет сделать Господь, Он хочет ее встретить на самом деле невестой. Və ilk növbədə Tanrı nə istəyir? Məhz öz kilsəsini gəlin olaraq И qarşılasın. я скажу, вот, ну, недавно я выдал дочку замуж. Bu yaxınlarda mənim qızımı ərə verdim. Спасибо. Təşəkkür edirəm. Нешуточное дело. Bu zarafat bir iş deyil. И я думаю, насколько, ну, я как отец в этом участвовал. Bir ata olaraq mən orada iştirak И я edirdim. просто подумал в этот момент, насколько Бог, Və düşündüm ki, nə dərəcədə Он Tanrı заботится o о том, чтобы Его невеста, qayğısına gəlir ki, onun gəlini она выглядела потрясающе. o möhtəşəm görsənsin. Аминь. Amin. И я думаю, мы должны быть красивыми. Mən düşünürəm ki, biz gözəl olmalıyıq. И сегодня я поговорю о характере. Və bu günləri xasiyyət haqqında Потому что danışacağam. все, что есть в нашей жизни, Ona görə ki, bizim həyatımızda nə varsa, все, что происходит, hər şey nə baş verirsə, все, что будет происходить, nə ki baş verəcəksə, какая атмосфера в моей семье, ümumiyyətlə abu-hava mənim aləmdə какая necədirsə, атмосфера в церкви, kilsədə necə abu-hava var, какая атмосфера в кругу друзей. dostlarımın ətrafında necə abu-hava var. Это все зависит от моего характера. Bunların hamısı mənim xasiyyətimə bağlıdır. И Бог хочет в первую очередь, Və ilk növbədə Tanrı istəyir ki, чтобы мы не стали религиозными людьми. biz din adamı olmayaq. Для меня религиозность – это прийти в церковь просто. Mənim üçün din adamı olmaq yalnız kilsəyə gəlmək deməkdir. Это хорошо приходить в церковь. Bu çox yaxşıdır ki, kilsəyə gəlirsən. Но я прихожу для того, чтобы преобразить себя. Lakin mən kilsəyə gəlirəm ona görə ki, özümü yeniliyim. Потому что через Слово Божье Бог хочет коснуться меня. Ona görə ki, Tanrının kəlamı vasitəsilə o mənə toxunmaq istəyir. Для того, чтобы я стал еще лучше. Ki mən daha da yaxşı olum. И чтобы я дошел до небес. Ki gedim səmalara can çatım. Для того, чтобы встретиться с моим царем. Mənim şahımla görüşüm. И я тебе скажу, время подготовки, оно очень важное. Və mən sənə demək istəyirəm, hazırlıq dönəmi çox önəmlidir. Аминь. Amin. Писание говорит, Бытие 1:26. Yaradılış 1:26-da müqəddəs yazı deyir. Как мы были сотворены? Biz necə yaradılmışdıq? Написано, мы были сотворены Yazılıb ki, biz yaradılmışdıq по образу и подобию Бога. Allahın sürətinə bənzər yaradılmışdıq. Но что произошло? Lakin sonra da nə baş verdi? Было непослушание с нашей стороны. Biz tərəfdən itayətsizlik var idi. Что мы потеряли? Və biz nə itirdik? Первое, мы потеряли Бога
İlk növbədə Allahla münasibət И itirdi второе, что произошло, və ikinci nə baş verdi? мы приняли образ Biz совершенно не Божий. Allaha məxsus olmayan sürəti qəbul Писание etdik. говорит, мы развратились. Müqəddəs yazı deyir ki, biz Мы пошли artıq каждый в свою stорону. hər kəs öz yolumuzla getdik. Но что делает Бог? Он спасает нас. Lakin Tanrı nə edir? Bizi xilas edir. И когда Он спасает нас, Və o bizi xilas edərkən, первую Его цель onun ilk məqsədi – это чтобы преобразить нас. bu o deməkdir ki, bizi gözəlləşdirsin, Чтобы мы yeniləsin. вернуть тот первый образ, O ilk sürəti bizə qaytarsın. который Бог передал нам с самого начала творения. İlk yaradılışı yaradanda o sürəti bizə vermişdi. Потому что, да, Onu bizə qaytarsın. потому что Он хочет, чтобы мы были похожи на Него. Ona görə ki, o istəyir ki, biz ona bənzər olaq. Аминь. Amin. Павел говорит во 2 Коринфянам 3:18. Pavel 2 Korinflər 3:18-də deyir. Когда я сегодня буду проповедовать, не думаю о своем ближнем. Mən bugün təbliğ edəndə xahiş Amin. edirəm, öz yaxının haqqında Но düşünmə. прими это слово для себя. Lakin şəxsən özün üçün qəbul elə. И Павел здесь говорит, Və Pavel burada deyir, мы же все, biz hamımız, аминь, amin, все, hamımız открытым лицом, как в зеркале, взирая на славу Господню, преображаемся в тот же образ от славы в славу, как от Господня Духа. Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin sürətində dəyişirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır. Аминь. Amin. Знаешь, спасение Bilirsən, xilas, – это никогда не может быть пассивность в нашей жизни. bu heç vaxt bizim həyatımızda passivlik gətirə bilməz. Потому что Бог открыл дверь Ona görə ki, Tanrı qapıları для того, açdı чтобы мы могли приходить к Нему. ki, biz onun yanına gələ bilək. Мы должны это понимать. Biz bunu anlamalıyıq. Здесь говорится, мы входим в Божье присутствие Burada yazılıb ki, biz Rəbbin ehtişamına get-gedə с yaxınlaşırıq. открытым лицом, Biz niqabsız, açıq üzlə взирая на кого? На Него. ona baxaraq И тогда мы начинаем преображаться və məhz o zaman ona bənzər olmağa из başlayırıq. славы в другую славу. Get-gedə izzətdən izzətə. Ты сегодня, когда выходил из дома, Sən bu günləri evindən çıxarkən что ты сделал? sən nə etdin? Ты преобразился. Sən gözəlləşdin. Представь, если ты сегодня утром встал просто и сразу пошел Sən təsəvvür на собрание. elə, bu günləri oyandın və dərhal getdin yığıncağa. Я просто себя представил. Mən sadəcə özümü təsəvvür etdim. Какой бы я сегодня пришел сюда. Mən bu günləri hansı halda gələrdim? Просто представь, какой ты был, когда ты проснулся утром. Sən sadəcə təsəvvür elə, sən səhər oyananda hansı vəziyyətdəydin? Ну, знаешь, что ты сделал? Ты подошел к зеркалу. Lakin bilirsən sən nə etdin? Güzgünün yanına yaxınlaşdın. Скажи, слава Богу, Dinən Tanrıya əzət olsun что зеркало есть. ki, güzgü var. Что ты начал делать? Sən nəsə etməyə Ты başladın. начал устранять вещи, которые ты не похож сам на себя. Sən o maneələri hansı ki, sənə oxşatmır, onları kənarlaşdırmağa И когда ты başladın. сегодня пришел, Və bu günləri sən bura gələrkən, преобразившись, sən artıq gözəlləşib gəldin. ты начал выглядеть и похожим сам на себя. Və sən özün özünə bənzər olmağa То же başladın. самое Писание говорит, где мы преображаемся. Və eləcə də müqəddəs kəlam bizə deyir, biz harda gözəlləşirik? Когда для нас дверь уже открыта, мы должны входить в Его присутствие. Harda ki, qapılar artıq açıqdır, onun huzuruna daxil olmalıyıq. Писание говорит, нам надо взирать на Него, Müqəddəs kəlam deyir ki, biz gərək ona baxaq, взирать на Его славу onun sürətinə, izzətinə baxaq и учиться от Него, və ondan öyrənək для того, чтобы мы преображались в Него. Ki, biz ona bənzər olaraq sürətimizi И dəyişsin. первое, что Он будет делать, когда мы преображаемся, это изменять характер. İlk növbədə biz ona baxaraq bizim sürətimizdə xasiyyətimiz başlayacaq dəyişməyə. Мы всегда хотим пробуждения, Biz hər zaman oyanış istəyirik. мы всегда хотим видеть чудеса исцеления, Biz möcüzələr istəyirik, şəfa мы istəyirik. хотим плыть в дарах Духа Святого. Müqəddəs ruhun ənamlarında getmək istəyirik. Но знаешь, очень трудно преображаться, Lakin çox çətindir. потому что важное, прежде чем это все иметь, Bunların hamısına sən nail olana qədər сначала надо преобразить себя.
İlk növbədə sən özünü Или же dəyişməlisən. ты в потоке всего этого где-то пропадешь. Və yaxud da sən bu axarda hardasa itəcəksən. Люди приходят не к нам, İnsanlar bizim üçün gəlmir, bizim yanımıza люди gəlmir. приходят к Иисусу Христу. İnsanlar İsa Məsihin yanına И если мы gəlir. Его не отображаем в этом мире, Və əgər biz onun sürətini bu həyatda потому что мы göstərmiriksə, вспыльчивы иногда, ona görə ki biz потому что səbirsizik, мы иногда суровые, haçansa потому что qəddarıq, мы иногда не прощаем, bəzi vaxtı потому что мы bağışlamırıq, раздражительны, qıcıq alırıq hər şeydən. люди не останутся в такой церкви. Həmin belə kilsədə insanlar Потому что qalmayacaq. это не церковь на самом Ona деле görə Иисуса ki, Христа. həqiqətən İsa'nın kilsəsi belə deyil. Но если они встретят верующих, которые Lakin əgər onlar elə bir imanlılar görsələr, похожи на Него, на Иисуса, İsa'ya bənzər olan insanlarla görüşsələr, нормально все. hər şey yaxşıdır, Они normaldır. останутся в этой церкви. O zaman onlar qalacaqlar həmin Потому что məbəddə. здесь будет пахнуть Иисусом. Ona görə ki, İsa'nın ətri gələcək o Вот почему məbəddə. характер Ona görə də xasiyyət – это не что-то самое последнее, bu sonda olan bir nəsə deyil. это то, что должно быть самым первым. Lakin ilk növbədə gedənlərdən olmalıdır. Дар тебя может поднять, Ənam səni qaldıra bilər. но характер тебя может оставить. Lakin xasiyyət səni orada Но saxlaya если у тебя bilər. неправильный характер, ты просто будешь падать. Və yaxud əgər sən xasiyyətin düzgün deyilsə, daimi yıxılacaqsan. Вот почему я думаю, о чем сегодня проповедовать. Və bu günləri düşünürdüm, nə barədə bəhs edim? Ну, у меня тема была в библейской школе. Mənim Bibliya məktəbində Характер bir верующего. mövzum var idi, imanlının xasiyyəti. И я подумал, вау, как это важно. Və mən düşündüm ki, bu nə dərəcədə vacib Во-первых, məsələdir. характер важен, потому что он влияет на отношения с людьми. O xasiyyət vacibdir ona görə ki, insanlarla münasibətə böyük bir təsiri var. Очень трудно дружить с людьми, которые дерзкие, резкие, Çox çətindir грубые. o insanlarla dostluq edəsən, hansılar ki, sözdən biraz Правильно, sərtdirlər, ты не хочешь kobuddular. находиться рядом с ними. Sən elə bir insanın ətrafında Представьте, olmaq если Иисус был istəmərsən. такой. Sən təsəvvür elə, əgər İsa Məsih elə olardı. Со всеми его чудесами, Bütün onun möcüzələrinə rəhmən, со всей его славой. bütün onun izzətinə baxaraq, Я думаю, люди бы не пошли все равно за mən ним. düşünürəm ki, insanlar onun ardınca getmək istəməzdilər. Помните Yadınızdadır, Моисея? Musa. За ним народ не пошел. İnsanlar onun ardınca getmədi. Потому что он сказал, ты так же нас убьешь, как и этого египтянина. O insanlar demişdi ki, o Misirlini necə öldürdünsə bizi də elə И Году öldürərsən. надо было его 40 лет учить в пустыне для того, чтобы он смог прийти обратно и повести людей. Və Allah onu 40 il səhrada öyrədirdi ki, yenidən qayıtsın və insanları apara bilsin. Аминь. Amin. Характер очень влияет на отношение к делу, Xasiyyət hansısa bir işə olan münasibətə çox böyük bir təsir edir. потому что если мой характер правильный, я буду ответственный человек. Əgər mənim xasiyyətim doğrudursa, onda mən məsuliyyətli şəxs olacağam. Я буду трудолюбивым. Mən zəhmətkeş olacağam. На меня можно будет положиться. Mənim güvənə bilərlər mənə Я буду добросовестный. və mən doğru düzgün işləyəcəm. Потому что если все наоборот, Ona görə ki, hər şey bu əks sözlərlə bağlı olsa, тогда надо менять характер. o zaman gərək sən xasiyyətini dəyişəsən. Я говорю, да, я не делаю. Mən hə deyib edirəm. Меня prосят, я думаю, почему я? Məndən nəsə xahiş eləyəndə mən düşünmürəm, niyə görə məhz mənə müraciət Где edirlər? проблема? Problem harda yaranır? Проблема в том, что... А потом ты думаешь, а что меня вообще не просят уже? Və sonra düşünürsən ki, niyə görə mənə müraciət etmirlər? Ну, потому что тебе один раз попросили, ты не сделал. Ona görə ki, sənə bir dəfə müraciət elədilər, sən На такого etmədin. человека нельзя положиться. Elə bir insana sən güvənə bilmərsən. В чем проблема? Problem nədədir? Где проблема? Problem hardadır? В характере. Xasiyyətdədir. Характер – это также проявляется в отношении к себе. Bu xasiyyət özümə olan münasibətdə də görünür. Щедрый я Mən ələ açığam, səxavətliyəm или я жадный? və yaxud da xəsisəm. Аккуратный я Mən səliqəliyəm или наоборот? və yaxud da onun əksi. Жадный. Скупой. Xəsis, əli bağlı. Как я отношусь к себе? Mən özümə necə münasibət göstərirəm? Я также буду относиться и к другим. Mən qarşımdakı insanlara da elə münasibət Опять же, где göstərəcəm. это? Это проблема в характере. Əlbəttə ki, bu problem xasiyyətdədir. Иногда наша реакция, она делает нас такими вспыльчивыми.
Bizim bəzi reaksiyalarımız bizi belə anidən hirslənən Мы edir. чаще всего наблюдаем за характером других, Biz çox vaxtı başqalarının xasiyyətinə baxırıq. более чем за своим. Daha çox başqasına fikir veririk, nəinki özümüzə. Иногда мы раздражаемся, когда кто-то опаздывает, Biz bəzi vaxtı qıcıqlanırıq kimsə gecikəndə. но когда мы опаздываем, Lakin biz gecikəndə мы можем как-то это даже не заметить. biz heç fikir vermədən keçə bilərik. Когда кто-то что-то обещает Kimsə haçansa söz и verəndə не делает, мы это замечаем. və yerinə yetirməyəndə biz buna fikir veririk. Но когда мы сами ничего не делаем, Lakin biz özümüz nəyisə yerinə как бы yetirməyəndə мы это иногда тоже не видим. elə bil ki, onu da görməzdən gəlirik. Мы можем быть вспыльчивыми, Biz qıcıq verən ola эмоциональными bu emosional ola bilərik или наоборот чересчур tихими. və yaxud da aşırı dərəcədə sakit ola bilərik И из-за этого мы можем быть одинокими. və ona görə də tənha ola bilirik. Мы можем отстаивать свое мнение. Biz öz fikrimizin Мы можем быть arxasında dayanırıq. недружелюбными. Dostsevər olmuruq И это говорит о том, что нам нужно меняться. və bu hamısı o haqda söyləyir ki, biz То dəyişməliyik. есть наше поведение, оно показывает, какие мы есть. Beləliklə bizim hərəkətlərimiz göstərir ki, biz necəyik Или другими словами, какой у нас характер. və yaxud başqa sözlərlə desək, bizim xasiyyətimiz necədir. Когда мы говорим о характере, нам надо понимать, Biz xasiyyət haqqında danışanda gərək anlayaq. характер можно изменить. Xasiyyəti dəyişmək И не mümkündür. только можно, Nəinki mümkündür, а нужно. lakin vacibdir, lazımdır. Только этот угол вот Yalnız кричит аминь. bu hissə amin deyir. Аминь, я вас всех люблю. Mən sizin hamınızı sevirəm. Вообще nичего не имею против вас. Heç şansı bir sizə Но я знаю, qarşı что мы deyiləm. можем стать лучше. Lakin mən bilirəm ki, biz daha da yaxşı ola bilərik. Аминь. Аминь. Итак, характер можно изменить. Beləliklə xasiyyəti dəyişmək mümkündür. Мы иногда думаем так, что ходя в церковь, Biz bəzi vaxtda düşünürük ki, kilsəyə gediriksə, мы автоматически меняемся. biz avtomatik olaraq dəyişirik. Но на самом деле это не так. Lakin həqiqətdə bu belə deyil. Потому что, ходя в церковь, Ona görə ki, biz kilsəyə ты gələrək, автоматически не меняешься. sən avtomatik olaraq dəyişmirsən. Ты меняешься тогда, когда ты работаешь над собой. Sən o zaman dəyişirsən, haçan ki öz üzərində işləməyə başlayırsan. Аминь. Amin. Знаешь, вот у меня есть огород, Bilirsən, mənim bostanım var. и я заметил, что Я тебе вернешься, окей? я траву не сажаю. Mən ora ot əkmirəm. Я сажаю фруктовые деревья. Mən orada meyvə ağacları əkirəm. Но у меня вообще ужас, у меня соленая земля. Lakin mənim torpağım duzlu Фруктовые deyənə, тоже не rастут. Но, o meyvə ağacları da belə но böyümür. трава растет, какая-то там растет всегда. Lakin ot hər zaman böyüyür orada. Ты скажешь, ну сколько надо мне менять характер? Sən deyə bilərsən ki, xasiyyəti nə qədər dəyişmək olar? Всегда. Hər zaman, Потому что həmişə. какие-то вещи могут все равно вырастать. Ona görə ki, müəyyən bir şeylər öz-özündən orada И böyüyə наша bilir. ответственность Və bizim Твоя и моя. məsuliyyətimiz, sənin və mənim это məsuliyyətin наблюдать за своей жизнью. ondan ibarətdir ki, öz həyatımıza fikir verək. Что-то может вырасти. Nə isə orada böyüyə bilər. Я должен вовремя выдернуть и Və mən выбросить. anında, vaxtında onu oradan qoparıb çıxartmalıyam. Интересно, когда мы изменяемся, Çox maraqlısı orundadır ki, biz то dəyişərkən моментально начинает меняться наша ценность. anında bizim dəyərlərimiz dəyişməyə А когда başlayır. меняются наши ценности, Bizim dəyərlərimiz dəyişməyə начинает başlayır. меняться вся наша жизнь. O zaman bütün həyatımız dəyişir. Изменение характера Xasiyyətin dəyişilməsi – это часть освящения человека. insanın təqdis olmasının bir hissəsidir. Уподобление Христу. Sən Məsihə bənzər olmağa başlayırsan. Мы слышим, нам надо быть сильными, Biz eşidirik ki, biz güclü нам olmalıyıq. надо завоевать весь мир. Gərək bütün dünyanı Я ələ alaq. тебе скажу, прежде чем ты завоюешь весь мир, Mən sənə demək istəyirəm, bütün bu dünyanı ələ alana qədər и прежде чем ты станешь сильным, və sən güclü olana qədər ты хотя бы поменяй себя. sən heç olmasa özünü dəyişməyə Потому что başla. ты не завоюешь мир, Ona görə ki, sən bu dünyanı ələ ala bilmərsən, пока ты не научишься владеть собой. ta o vaxta qədər ki, sən özün özüvə hakim olmayana qədər. Чтобы нам быть сильными, влиятельными людьми Güclü, или влиятельной церковью, təsir edən insanlar və yaxud kilsə olmaq üçün нам нужно начать с себя. biz gərək özümüzdən То есть başlayaq. научить влиять на себя.
ilk növbədə özümüzə təsir etməyi учить bacarmalıyıq. себя мотивировать, Özümüzü motivasiya etməliyik, вдохновлять ruhlandırmalıyıq и поднимать себя. və qaldırmalıyıq. Вы знаете, как спортсмен, Və bilirsən idmançı necə edir? когда он готовится к старту, O starta hazırlaşana qədər он готовит себя. o özünü hazır edir. Он внутренне O daxildən уже должен победить. artıq qalib Он gəlməlidir. вдохновляет себя. O özünü ruhlandırır. Я не просто тренировался. Mən boş yerinə məşq etmirdim. Я столько потел. Mən o qədər tər tökürdüm. Сейчас это мой шанс, İndi isə bu mənim чтобы я vaxtımdır. выиграл этот забег. Qalib gəlim bu qaçışa. Это то, как мы должны тоже себя Və вдохновлять. biz də özümüzü elə ruhlandırmalıyıq. Самый трудный человек, на которого предстоит повлиять, Ən çətin insan kimə ki sən təsir etməlisən, угадай, кто это? tap kimdir o? Это ты. Bu mənəm. Sənsən. Других исправлять легко. Başqalarını düzəliş etməyə asandır. По себе знаю. Özümə baxıb, Себя изменить трудно. özümü dəyişməyə amma çətindir. Но именно здесь начинает расти сила характера. Və məhz burada sənin xasiyyətinin gücü böyüməyə başlayır. Знаешь, когда Петр приходит к Иисусу, Bilirsən, Peter İsa'nın yanına и gəldikdə там у него стычка была, və orada narazılıq var idi. и он готов просто надавать. O hazır idi ki, orada əl-qol atsın. Dracun, наверное, был. Dalaşsın, yəqin И он подходит dalaşqan к idi. Иисусу, чтобы sпросить, Və o yaxınlaşır İsa'nın yanına ki, soruşsun. можно или нет? Olar ya olmaz. Сколько вообще надо прощать? Ümumiyyətlə nə qədər bağışlamaq olar? Иисус говорит, 490 раз. İsa isə ona cavab olaraq deyir 490 dəfə. Он остановился. Və orada dayandı. Что сделал Иисус? İsa nə etdi? Он начинал шлифовать его характер, Və o менять. onun xasiyyətini dəyişməyə başlayır. 490 раз. 490 dəfə. Я это называю хорошей шлифовкой. Mən bunu çox yaxşı Например, təmizlik işi kimi если у görürəm. тебя есть непрощение в жизни, Məsəl üçün sənin həyatında kin var, bağışlamamaq var. как Бог будет менять себя? Tanrı səni necə dəyişdirəcək? Какое-то время. Müəyyən bir müddət. Ты один раз не простил, Sən bir dəfə bağışlamadın, попросил прощения, səndən üzr второй istədin, раз, третий раз, üzr istəmədən, четвертый раз. ikinci, üçüncü, Но dördüncü послушай, если ты dəfə. приходишь к Богу, Lakin dinlə ki, sən Tanrının yanına gəlirsənsə, Бог, Он все равно тебя будет поднимать. Tanrı səni qaldıracaq. Алмаз, он начинает быть красивым, Almaz o zaman gözəl olmağa когда он başlayır. отшлифован. Haçan ki onu rəndələyirlər, təmizləyirlər, Аминь. şimallayırlar. Он хочет, чтобы мы так же сверкали, как алмазы. Və Tanrı istəyir ki, biz parlaq olaq. Аминь. Итак, притчи говорят, Beləliklə 16:32. 16:32 Долготерпеливый лучше храброго. və burada yazılıb ki, nəfsinə hakim olmaq şəhərləri almaqdan üstündür. А владеющий собой лучше завоевателя города. İgid olmaqdan səbirli olmaq yaxşıdır. Аминь. Долготерпение. Və burada görürsünüz, səbirli olmaqdan danışılır. Я вообще был раньше храбрый человек. Və mən qabaqlar Ну, çox сейчас тоже нехило. cəsarətli bir insan idim. Но эта храбрость отличается от сегодняшней. O vaxtın cəsarəti indiki Та cəsarət. храбрость меня всегда приводила в какие-то скандалы, O какие-то birisi драки. cəsarət məni hansısa bir söhbətə Потому что у меня не было dalaşmağa долго gətirib терпения. çıxardı. Ona görə ki, mən çox səbirli deyildim. Только там что-то задели, я уже там драться лез. Əgər kimsə mənə toxunurdusa, mən orada dalaşmağa Описание keçirdim. говорит нам долготерпеливый лучше храброго. Lakin burada yazılıb ki, igid olmaqdan səbirli olmaq И yaxşıdır. владеющий собой. Və nəfsinə hakim olmaq, А мы же хотим быть влиятельными людьми. biz axı təsir edən insanlar olmaq istəyirik. Владеющий собой лучше завоевателя города. Şəhəri almaqdan üstündür. Итак, влияние Beləliklə təsir, на себя özüvə olan təsir, – это умение управлять своим внутренним миром.
Bu o deməkdir ki, sənin bacarığın var ki, öz daxili dünyanda idarə edə bilirsən. Ты не всегда можешь изменить все вокруг, Sən ətrafında daimi hər şey dəyişə bilmirsən. но ты всегда можешь изменить себя Lakin özünü hər zaman dəyişə или bilərsən. изменить себя внутри. Və yaxud da özünü daxildən dəyişmə. Видели людей, когда что-то не получается? Elə insanlar var ki, nəyisə alınmayanda səs-küy başlayır etməyə. Правильно это? Неправильно. Bu düzgündür, doğru deyil. Потому что человек не владеет собой. Ona görə ki, insan özünə hakim ola bilmir. Иногда мы не можем изменить, что вокруг нас, Bəzi vaxtı biz ətrafımızda nəyisə dəyişə bilmirik. но это не дает нам права так себя вести. Lakin o bizə səlahiyyət vermir ki, biz elə özümüzə aparaq. Вот почему, но я могу себя изменить, Lakin mən özümü dəyişməyə başlayıram. потому что Бог хочет, чтобы мы имели правильный характер. Ona görə ki, Tanrı istəyir ki, biz Что надо düzgün изменить? xasiyyətə malik olmalıyıq. Biz nəyi dəyişməliyik? Во-первых, свою реакцию. İlk növbədə reaksiyalarımızı. Аминь. Amin. Была библейская школа, Bibliya məktəbi var idi и на пульте sидят студенты. və pultda tələbələr oturur. Скажи слава Богу, Dinən Tanrıya izzət olsun. потому что они потом будут служить в церкви. Sonra isə həmin o insanlar kilsədə xidmət edəcəklər. И знаешь, ну не всегда все совершенно. Və bilirsən, hər Da. zaman hər şey kamil olmur. И вдруг там студент не успевает. Və tələbə çatdırmır. И там кто-то подошел, Və «А-а-а!» kimsə yaxınlaşıb üstünə başlayır qışqırmağa. Он бедный все бросил. O yazıq qorxdu, hər şey И говорит, etdi. я говорю, садись, он говорит, не сяду. Və ona deyirəm ki, otur, elə deyir, yox, oturmaram. Я боюсь. Deyir, mən qorxuram. Я говорю, не бойся, я декан. Mən deyirəm ki, qorxma, dekan mənəm. Я тебя защищу. Mən səni müdafiə edəcəm. Почему? Потому что реакция Niyə görə? Ona görə ki, неправильная, она все разрушает. düzgün olmayan rəftar hər şeyi dağıda bilər. Аминь. Amin. То есть я должен понимать, кто там сидит, Mən gərək anlayım ki, orada kim oturub и помочь ему вырасти. və ona kömək etməliyəm ki, o böyüsün. Я так благодарен своим тренерам, Və mən çox minnətdaram mənim məşqçilərimə. что когда я тренировался, они не убили меня. Ki, mən məşq edəndə onlar məni boğub öldürmədilər. Почему? Потому что они хотели помочь мне. Ona görə ki, onlar mənə kömək etmək У istəyirdilər. меня не получалось. Məndə alınmırdı. Я хотел стать чемпионом. Mən çempion olmaq istəyirdim. Но они меня записывали на камеру. Lakin onlar məni kameraya А в то yazırdılar. время камера это была... Ой-ой-ой, это же O vaxt ни у кого не было. kamera hər kəsdə yox И idi. тренер меня звал к себе домой. Və sonra məşqçi məni evinə çağırırdı. И он мне показывал, как я бегу. Və o mənə göstərirdi ki, mən necə Я qaçıram. всегда видел, как другие бегают. Себя никогда не видел, как Mən hər бегают. zaman görürdüm başqaları necə qaçır, lakin öz qaçışımı Но он görmürdüm. специально снимал Lakin o xüsusilə çəkirdi и показывал мне. və mənə göstərirdi. Игорь, здесь ты ногу должен поднять выше. Və İqor, sən burada Захлёст ayağını сделать больше. qaldırmalısan və addımı daha böyük atmalısan. Он терпел меня, O mənə səbrlə dözürdü. но он меня строил Lakin o məni qururdu для того, чтобы я stал чемпионом. ki, mən çempion olum. Второе, что надо смотреть на чем свое отношение. Öz münasibətinə baxmalısan. Аминь. Как я отношусь ко всему. Mən ümumiyyətlə hər şeyə necə münasibət bəsləyirəm. Надо следить за своими мыслями, Öz fikirlərinə gərək diqqət за своими yetirəsən. словами Öz sözlərinə diqqət и yetirəsən следить за своим поведением. və öz hərəkətlərinə diqqət yetirəsən. Тот, кто научился управлять собой, O kəs kim ki özünə hakim ola bilir, он уже не будет хвостом, o artıq quyruq olmayacaq, а будет головой. lakin baş olacaq. Помните, Писание говорит, что я сделаю вас главою, а не хвостом. Müqəddəs kəlam deyir ki, mən sizi baş edəcəm, quyruq yox. Знаешь, что такое голова? Это управление. Bilirsən, baş olmaq idarə Это etmək понимание deməkdir. цели, понимание, куда ты идешь. Sən anlayırsan ki, məqsəd nədir, hara gedirsən. Но хвост, Lakin quyruq, он просто там делает что-то. o sadəcə orada hərəkət edir. Тоже нужен, O da lazımdır, но он не голова. lakin o baş deyil. Итак, внутренняя дисциплина Beləliklə, daxili nizam, intizam. это всегда есть духовная зрелость и показывает нашу духовность. Bu hər zaman bizim ruhani yetkinliyimizi göstərir. Способность влиять на себя направляет тебя туда, что правильно и куда ведет меня Бог. Və sən özünə təsir etmə bacarığı səni düzgün əməllərə və Tanrının iradəsinə aparan yoldur. Например,
Məsəl üçün, Надо быть благодарным. sən gərək minnətdar olasan. Надо не быть быстрым. Там неправильно, там неправильно, поют неправильно. Все неправильно, все неправильно, все Sən неправильно. belə tez olmamalısan ki, burada düzgün deyil, orada düzgün deyil, düz oxumurlar, düz eləmirlər və hər şey düzgün deyil. Кто тебе сказал, что все неправильно? Kim sənə dedi ki, hər şey düzgün Мы deyil? строим, Biz qururuq, мы работаем. biz işləyirik. Господь помогает нам. Tanrı bizə kömək В edir. чем проблема? Problem nədədir? Сегодня Аделина, моя внучка. Bu günləri Adelina mənim nəvəm. Аделина. Она еще кушать нормально не может. O hələ normal yemək yeyə bilmir. Я видел таких мам. Кушай! Mən elə bir analar görmüşəm, yi. Кушай, говорю. Sənə deyirəm, yi. Еще даже по жопе дадут. Hələ arxasından da bir vururlar. Она вообще стоит, не понимает, в O чем hələ дело. baxır, ətrafa başa düşmür. Сейчас она начинает, уже полозить начинает. Yavaş-yavaş iməkləməyə başlayır. Она уже голову начинает, там, я захожу и говорю, Аделина, Mən girib otağa Ana, bir rus qadını qolu. çağırıram, başını belə я çevirir. радуюсь, когда она так делает. Mən sevinirəm haçan ki o belə edir. Когда она не кушает, ей ложечку даешь, она что-то делает, я радуюсь. O ona И yemək учить ее yedirəndə надо, ходить, говорить. mən çox sevinirəm o hansı Ну, bir то же hərəkətlər самое edəndə. церковь. Onu öyrətməyə lazımdır. Kilsədə də Какой eyni. мой характер должен быть по отношению к братьям, сестрам, к церкви, к тем, кто служит сегодня. Mənim xasiyyətim o insanlara qarşı necə olmalıdır? Hansılar ki xidmət eləyirlər bugün О, kilsədə. тут неправильно прыгнул. Filan kəs düzgün hoppanmadı. Послушай, мы учимся еще. Bilirsiniz, biz öyrənirik hələ də. Нам надо быть благодарными. Biz gərək minnətdar olaq. Тогда мы в команде. O zaman biz Тогда мы в теле. komandada oluruq, bədəndə oluruq. Тогда мы построим. O zaman biz qururuq. Конечно, много есть чего еще, что надо изменить. Əlbəttə ki, çox şey var, nəyə ki Но dəyişmək мы, lazımdır. это устраняя, идем дальше, Lakin выше. biz bəzi şeyləri kənarlaşdıraraq irəli gedirik, yuxarı gedirik. Надо быстрее прощать. Biz daha tez bağışlamalıyıq. Надо быть смиренными, Gərək mütə olaq, молиться, dua edək. приходить на молитву, читать Слово Божье. Dualara gəlməliyik, Tanrının kəlamını oxumalıyıq. Знаешь, что такое? Это управлять Bilirsən, собой, Bu nə deməkdir? Sən özünü Upravlять idarə edirsən, своим характером. xasiyyətini idarə edirsən. Люди, извиняюсь, влияние на себя приходит к влиянию на других. Sən özünə təsir edəndə, o zaman sən başqalarına da təsir etmiş Чем olursan. меньше в церкви людей, которые характер не меняются, они влияют на церковь O insanlar, əgər xasiyyətini dəyişməyən insanlar и влияют неправильно. azdırsa, o zaman onlar da başqalarına daha az təsir Но Бог хочет, edəcək. чтобы мы влияли друг на друга, правильно или Lakin нет? Tanrı istəyir ki, biz bir-birimizə Да, мы ж təsir тело. edək. Biz axı Мы ж bədənik, семья. biz ailəyik. И знаешь, когда мы влияем правильно, когда мы именно такие благодарные, Haçan ki biz minnətdarlıqla doluyuq, прощающие, bağışlayan, смиренные, mütiyik. люди начинают прислушиваться к тому, İnsanlar dinləməyə başlayırlar. кто способен управлять собой. O kəsə fikir verirlər, qulaq asırlar kim ki özünə idarə Когда edə bilir. человек смирен внутри, O insan haçan ki daxildən mütə olur, он становится, во-первых, твердым, стабильным, мирным, мудрым и уверенным. o zaman insan daxildən stabil olur, müdrik olur, sadiq olur И я skажу, вот такой человек в церкви, он становится примером və для других belə bir insan и ki для всего mира. kilsədə hər kəsin nümunə olur, hətta kilsədən kənar. У меня почти что времени нет уже. Demək olar ki, vaxtım yoxdur. Все, что сказано в слове о нас, Müqəddəs kitabda все это мы имеем теоретически. bizim haqqımızda danışılan sözlər, bunlar hamısı nəzəriyyədə qalır. Правильно нет, да? Düzgündür ya yox. Но нам надо все это взять. Lakin biz gərək bunların hamısını götürək. Как взять? Necə götürə bilərik? Это трансформировать свой характер, Sən öz xasiyyətini dəyişməyə başlayırsan чтобы все было, что Библия нам обещает, ki, Bibliyada yazılan bütün bu ifadələr для нашей жизни. bizim həyatımız Во-первых, üçün нужно практиковать, ilk növbədə təcrübədən keçirmək нужно lazımdır. применять Onları istifadə etmək lazımdır. и нужно верить. Ve Вот эти geri- три вещи. İnanasan.
очень важные. Bu çox vacib Я должен bəndlərdir. практиковать, Mən gərək bunu təcrübədən keçirdim. практиковать прощение, Və mən təcrübədən keçirdim bağışlamanı, практиковать, может, исцеление, şəfanı, практиковать. təcrübədən keçirdim. Нужно это применять, Gərək sən bunu istifadə и edəsən. для этого нужна вера. Və bunlar üçün iman И когда ты lazımdır. это практикуешь, Və sən bunu təcrübədən когда ты это keçirdirsən. практикуешь, Əgər təcrübə когда ты edirsən, это практикуешь, sən təcrübədən и еще раз keçirdirsən. практикуешь, Və yenidən и еще раз təcrübədən практикуешь, keçirdirsən. Yenidən и еще раз təcrübədən практикуешь, Yenidən təcrübədən keçirdirsən. приходит победа. O zaman qələbə Ты gəlir. изменяешься, Sən dəyişilirsən. потому что ты строишь Ona на görə ki, истине, sən həqiqət üzərində qurursan. и это воля Божья. Və bu Allahın iradəsidir. Я быстро скажу. Və mən sizə tez demək Что нам istəyirəm. надо менять? Biz gərək nəyi Можно? dəyişək? Deyim, Разрешаете? icazə verirsiniz. Спасибо. Təşəkkür edirəm. Первое, надо менять гордость на смирение. Gərək qüruru mütiliyə dəyişək. Писание говорит, гордость – это мать всего неправильного. Müqəddəs kəlam deyir ki, qürur Или bütün отец, не знаю. yaxşı olmayan, düzgün olmayanın atasıdır ya da anasıdır. Притча 16-18 говорит так. Süleyman məsələləri 16-18 belə deyir. Гибель предшествует гордость и падению надменность. Və orada yazılıb ki, əcəldən əvvəl təkəbbür gələr, fəlakətdən əvvəl lovğalıq ruhu gələr. Аминь. Amin. Вот почему гордость – это первый вызов, который мы должны победить. Ona görə də təkəbbür bu birinci səsdir hansına ki, biz qalib gəlməliyik. Аминь. Колоссянам 1:28 Koloslar 1:28-də yazılır. написано, которого мы проповедуем, вразумляя всякого человека и научая всякой премудрости, чтобы представить всякого человека совершенным во Христе Иисусе. Hər bir insanı Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün hamıya tam müdrüklüklə nəsihət və təlim verərək Məsihi bəyan edirik. 29 говорит, возьмите иго мое на себя и научитесь от меня, ибо я кроток и смирен сердцем, и найдете покой душам вашим. Bu məqsədlə də zəhmət çəkirəm və onun məndə qüdrətlə fəaliyyət göstərən qüvvəsini və mübarizə aparıram. Ибо иго мое благо и бремя мое легко. Ona görə ki, mənim yüküm yüngüldür. Аминь. Что он говорит здесь? Научитесь от меня. Və o burada bizə nə deyir? Məndən öyrən. Чему? Nəyi öyrənim? Кротости Ki, mütü olasan и смирению. və dinləyən olasan. Люди ищут Христа в нас. İnsanlar Məsihi bizdə axtarır. И они приходят в церковь, чтобы встретиться с Ним. Və onlar kilsəyə gəlir ki, İsa ilə görüşsünlər. Вот почему надо, Иисус говорит, научитесь от меня. Ona görə də İsa deyir ki, məndən öyrənin. Мы иногда хотим изгонять бесов, исцелять больных, Biz bəzi vaxtı murdar ruhları qovmaq istəyirik, şəfa vermək istəyirik. а характеры, привычки иногда не изменяются. Lakin xasiyyət və davranışlar dəyişilmir И тогда это будет падение. və bu bizim üçün yıxılmaya doğru Amin. aparacaq. Amin. Это будет тебя всегда тормозить, Bu hər останавливать. zaman səni saxlayacaq, Писание dayandıracaq. говорит, Якова 4:6. Yaqub 4:6-da müqəddəs То есть- kəlam deyir. Гордость надо поменять на чего? Sən gərək qüruru nəyə На dəyişəsən? смирение. Mütüliyə. Посмотрите, что Бог говорит. Və görün Tanrı nə deyir? Ну, в этом случае Яков. Yaqub 4:6. Но тем больше дает благодать. Посему и сказано, Бог гордым противится, а смиренным дает благодать. Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir. Allah məhrurlara qarşı, itaətkarlara isə lütf göstərər. Смотрите, Beləliklə bax, смирение всегда открывает dверь для благодати. itaətkarlıq hər zaman lütf üçün qapı açır И Бога в нашу жизнь. və Tanrı üçün bizim həyatımızı. В мире смирение – это позор. Bu dünyada itaətkar olmaq bu Позор. biabırçı Да, vəziyyətdir. потому что человек всегда должен быть на высоте. Ona görə ki, insan hər zaman üstdə olmalıdır. Написание говорит, тогда ты закрываешь путь к Богу. Lakin o zaman müqəddəs kəlam deyir ki, sən Бог Allah дает üçün смирение, yol açır, bağlayırsan. Бог дает благодать смиренным людям. Ona görə ki, Tanrı Потому что Иисус был таким. itaətkar insanlara lütf göstərər. İsa belə idi. Аминь. Amin.
Вот почему, если я хочу больше Бога в моей жизни, Əgər mən istəyirəm ki, Allah mənim həyatımda daha çox yer tutsun, то мне нужно умоляться. o zaman gərək mən itayətkar olum, А balacalaşım. Богу надо расти в моей жизни. Allah isə mənim həyatımda böyüməlidir. И Ему надо расти, Gərək o bizdə а böyüsün. мне надо умоляться. Mən isə balacalaşım, itayətkar olum. Это в Иоанна 3:30. Yəhya 3:30-da yazılmışdı bu haqda. Иногда мы хотим Бога чем-то впечаtlить. Biz bəzi vaxtı Tanrıyı təsirləndirmək istəyirik. Я тебе скажу, Бог говорит, чем ты его можешь впечаtlить. Və Tanrı deyirsən, nə ilə ona təsir edə Только bilərsən? смирением. Yalnız Когда ты itayətkarlıqla. смиряешься. Haçan ki sən mütləşirsən. Аминь. Это Богу Аминь. нравится. Bu Tanrının xoşuna Смирение gəlir. – это не слабость. İtayətkar olmaq bu Смирение zəiflik demək deyil. говорит о том, что я хочу учиться. İtayətkar olmaq o deməkdir ki, mən Мне öyrənmək нужен istəyirəm. Бог. Mənə Allah lazımdır. Я принимаю корректировку. Mən qəbul edirəm düzəlişləri Именно там работает Бог. və məhz orada Tanrı işləməyə başlayır. Но если я гордый, Lakin əgər mən qürurluyamsa, благодать заканчивается. o zaman lütf bitir. Потому что Писание говорит об этом. Ona görə ki, müqəddəs Смиренным qalan я deyir, даю благодать. itayətkar, bütün insanlara mən lütf Второе, что edirəm. надо сделать, эгоизм и равнодушие поменять на любовь и сострадание. Sən gərək egoizmi və biganəliyi gərək rəhimliyə dəyişəsən. Филиппийцам 2:4. Filiplər 2:4-də yazılıb bu haqda. Любовь делает нас способными видеть других так, как видит их Бог. Məhəbbət bizə icazə verir ki, biz insanları Allah gördüyü kimi görək. Не о себе только заботься, Yalnız öz mənfəətini deyil, но каждый о других. başqalarının da mənfəətini güd. Это обширная тема. Bu geniş bir Я тебе дам mövzudur. каплю сегодня. Mən bu günləri bir damcı Что надо olaraq еще поменять? verdim. Раздражительность, гнев, обиду на кротость и прощение. Və sən gərək qıcıqlanmanı, kini dəyişəsən bağışlamaya və mütüliyə. Прощение, Bağışlanma оно, во-первых, спасает нас самих. ilk növbədə bizim özümüzü xilas edir. Человек, который прощает, O insan kim ki во-первых, он bağışlayır, спасет себя. ilk növbədə özünü xilas edir. Аминь. Amin. Нетерпение и спешку на долготерпение и доверие Богу. Əgər sən tələskənsən və səbirsizsənsə, sən gərək Tanrıya etibar etməyə bacarmalısan. Терпение – это, во-первых, плод зрелости. Və səbir bu yetkinlik bəhrəsidir. И уверенность, что Божье время, возможно, еще не наступило. Və əmin olursan ki, bəlkə Allahın vaxtı bu iş üçün hələ yetişməyib. Возьми Иосифа. Yusifə bax. Там, я не знаю, сколько лет там прошло, но там достаточно много было времени. Çox uzun illər keçmişdi. Но Бог изменял его характер. Lakin Allah Yusifin xasiyyətini dəyişirdi. Для того, прежде чем он поведет к фараону и спасет Израиль. Ta o vaxta kimi ki, o Fironun yanına yaxınlaşacaq və İsrail Ее xalqını сажают в xilas edəcək. темницу. Onu zindana basırlar. Вроде так все плохо, Elə Где görürsən ki, Bog? hər şey çox pisdir, Allah hardadır. но он его тренировал. Lakin onu məşq Тренировал edirdi. его характер. Onun xasiyyətini məşq elətdirirdi. И когда братья приходят, Və qardaşlar gələndə, он открывает себя. o zaman o И özünü он говорит, açır Бог меня сохранил для və вас. o deyir ki, Allah məni sizin üçün hazırlayıb, Amin. qoruyub. Иногда не все быстро бывает. Bəzi vaxtda hər şey çox tez Но мне не olmur. надо потерять веру. Lakin imanımı itirməməliyəm. Нам надо освободиться и поменять лукавство и лицемерие на честность и чистоту сердца. Biz gərək ikiyüzlüyü, yalançılığı ürəyin təmizliyinə dəyişək. Надо поменять страх и сомнения на веру и упование. Gərək qorxunu və şübhələri imana, etibara dəyişək. Неблагодарность и ропот на радость и благодарность. Deyingənliyi və təşəkkür eləməməyi sən Blaga- təşəkkürlüyə Radost и və благодарность. sevincə dəyişməlisən. Итак, если мы
меняем свой характер, Əgər biz xasiyyətimizi dəyişməyə başlayırıqsa, тогда это будет менять мои ценности. o zaman mənim dəyərlərimi Я начинаю dəyişməyə, по-другому видеть ситуации. mən hadisələri Я başqa bir начинаю gözlə по-другому görəcəm. видеть людей. Başqa bir gözlə Я начинаю insanları görəcəm. по-другому видеть свою церковь. Öz kilsəmi başqa bir Я начинаю gözlə baxacam. по-другому видеть свой дом. Öz evimə başqa bir gözlə baxacam. Характер очень важен. Xasiyyət çox vacibdir. Итак, характер – это делать то, Beləliklə xasiyyət bu Я odur. заканчиваю. Mən bitirirəm. что является правильным. Düzgün olanı etmək deməkdir Потому что xasiyyət. это правильно, Ona görə ki, bu düzgündür и делать это надо правильно. və bu işi də doğru tərzdə görmək lazımdır. Аминь. Amin. Вы получили что-то сегодня? Siz bu günləri nəsə əldə etdiniz? Быстро, но Çox tez. я думаю, Lakin düşünürəm ki, Господь, давайте встанем. Gəlin Можно ayağa прославлением? Отец во имя Иисуса, Ata İsa Məsihin ismi ilə мы благодарим Тебя сегодня. biz minnətdarıq sənə bugün. Давайте закроем все глаза. Gəlin gözlərimizi yumaq. Отец, прямо сейчас Ata, indi мы просто приходим в Твое присутствие. sənin huzuruna gəlirik. Ты горшечник, Sən gil, ты горшечник. Гулущу. dulusçu, sən dulusçusan. Ты горшечник, Sən dulusçusan. а я глина. Mən isə giləm. Я благодарен Тебе, Mən sənə minnətdaram что Ты хочешь ki, sən istəyirsən. сделать кувшин из себя, из меня. Məndən gilqab yaratmaq. Сегодня я прихожу, чтобы посмотреть в Твое присутствие. Bu günləri mən gəlirəm ki, sənin huzuruna baxım. Я хочу быть как Ты. Mən sənə bənzər olmaq istəyirəm. Я хочу быть похожим на Тебя. Mən sənə oxşamaq istəyirəm. Я хочу, чтобы Ты преображал меня дальше. Mən istəyirəm ki, sən məni yeniləyib gözəlləşdirəsən. Я прямо сейчас сдаюсь. Mən indi təslim oluram. Если я забыл об этом, Əgər mən bunu unutmuşamsa и я больше не приходил к этому зеркалу, və mən daha bu güzgünün yanına yaxınlaşmırdımsa чтобы изменить себя, ki, özümü dəyişim, чтобы стать лучше, daha yaxşı olum, чтобы привести себя в порядок, özümü səhmana salım то я прошу Тебя, прости меня. və səndən xahiş edirəm, məni bağışla o zaman. Я прямо сейчас Mən indi, говорю, Господь, я хочу изменяться. ya Rəbb, deyirəm ki, mən dəyişmək Я istəyirəm. хочу повлиять на этот мир. Mən bu dünyaya təsir etmək Я istəyirəm. хочу спасать людей. Mən insanları xilas etmək Я istəyirəm. хочу укреплять церковь. Mən kilsəni möhkəmləndirmək Я хочу istəyirəm. быть в Твоих дарах. Mən sənin ənamlarında olmaq istəyirəm. Но помоги мне Lakin mənə kömək et. преобразовать свой характер, Öz xasiyyətimi yeniliyim чтобы подняться, ki, qalxa bilim, но не упасть. lakin yıxılmayım. Чтобы характер меня мог удержать. Mənim xasiyyətim mənim saxlaya bilsin. Я благодарю Тебя за это прямо сейчас. Mən sənə minnətdaram indi. Спасибо Тебе, Господь. Təşəkkür edirəm sənə, ya Rəbb. И весь народ Və сказал. bütün xalq desin. Аминь! Аминь. Аллилуйя! Halleluya. Если ты пришел сегодня первый раз, и ты Əgər сегодня sən на bu этом günləri месте, ilk dəfə gəlmisən, я прошу тебя, подними руку. sənə xahiş edirəm, əlini qaldırasan. Пусть Господь вас благословит. Qoy там. Tanrı sizə xeyir Bu первый dua раз. versin. Siz ilk dəfə Вы gəlmisiniz. первый раз. Siz ilk dəfə gəlmisiniz. Приходите вперед. Gəlin qabağa. Кто еще первый раз, выходите Есть. сюда. İlk dəfə gəlibsə, buyurun Здравствуйте. qabağa keçin. Меня Игорь. Халида. О, Халида. А где та женщина, которая там руку поднимала? Где ее? Вынести ее сюда. Gəlin qabağa. Не знаю, потому что она ходить не может. Еще кто-то есть? Daha kimsə varmı? Все наши. Hamı bizimkidir. Мы вас ждем. Biz sizi gözləyirik. Давайте помолимся с вами. Я Gəlin буду sizi, вас вести в молитве. sizi duada aparacam. Господь, Он привел вас сюда. Tanrı bu günləri sizi bura gətirib. И Он сегодня сражается за вас. Və bu günləri sizə görə mübarizə aparır. Аминь. Здравствуйте. Не бойтесь. Buyurun gəlin. Мы вас любим. Biz sizi sevirik.
Добро пожаловать к нам. Xoş gəldiniz. Это церковь, Bu kilsədir. а это верующие. Bu isə imanlı Они такие insanlardır. хорошие. Onlar çox yaxşıdırlar. Мы хотели с вами помолиться. Biz istəyərdik sizinlə bərabər dua edək. Я буду говорить. Mən deyəcəm. Если вы русский не знаете, она будет говорить, она будет говорить на азербайджанском. И вы можете за ней следовать. Və Ладно? həm rus dilində, həm Azərbaycan dilində tərcümə olacaq və kimə hansı dillə rahatsa o Давайте dildə откроем təkrar свое edə bilər. сердце. Gəlin ürəklərimizi açaq. Давайте закроем глаза и скажем: Иисус, Gözlərimizi yumaq və deyək, dillə Иисус, səsləndirək. говорите İsa, за мной. Иисус, İsa, я открываю свое сердце. mən ürəyimi açıram И я прошу Тебя, və səndən xahiş edirəm. войди сегодня в него. Bu günlərə daxil ol. Спаси меня, Məni xilas et. потому что я грешник, Ona görə ki, mən günahkaram и я нуждаюсь в spasении. və xilasda ehtiyac duyuram. Я знаю сегодня, что Ты умер за меня, Mən bu günləri bilirəm ki, sən mənə görə öldün и Ты меня спас. və sən məni xilas etdin Я благодарю Тебя. və mən sənə minnətdaram. Веди меня дальше. Məni irəli apar. Pусть церковь станет моим домом. Qoy kilsə mənim evim olsun. Я благодарю Тебя за это. Mən sənə minnətdaram. Я принимаю это. Mən bunu qəbul edirəm. Аминь. Amin. Давайте воздадим славу Богу. Gəlin bütün izzəti Tanrıya verək. Приходите. Каждое воскресенье здесь собрание. Hər bazar günü burada toplantı И я верю, keçirilir. Бог, Он Amen. тот, который что-то приготовил для вас. İnanıram ki, Tanrı o kəsdir kim ki sizin üçün on nələrsə любит вас. hazırlayır və Очень o sizi сильно. sevir, hər kəsdən artıq. И мы вас все любим, да? Və biz də sizi sevirik. Аминь. Господь, мы благословляем их. Tanrı biz xeyirdolandırırıq. Мы молимся, Господь. Biz dua edirik, ya И Rəbb. просим Тебя, пусть дух откровения, mудрости сойдет. Hikmət və vəh ruhu nazil olsun bu insanların üzərinə. Спасибо Тебе, Təşəkkür edirik sənə, что ya Ты Rəbb. привел их сюда. Ki sən onları bura gətirdin. Мы благодарим Тебя, Biz Господь. minnətdarıq sənə, ya Rəbb. Мы позаботимся о них, Biz onların qayğısına qalacağıq. чтобы они выросли Ki onlar böyüsünlər, и стали верующими. imanlılar olsunlar. Спасибо Тебе прямо Təşəkkür сейчас edirik sənə indi. во имя Иисуса Христа. İsa Məsihin ismi ilə. Аминь. Amin. Там вот есть братья, сестры, и Burada- они хотят с вами поговорить, и потом возвращайтесь Zəhmət сюда. olmasa keçin sizinlə qısaca danışaq. Пастор Исиев, пожалуйста. Buyurun. Аллилуйя. Спасибо, пастор Игорь. Давайте воздадим славу Təşəkkür edirik, Богу. Pastor Igor. Gəlin Tanrıya izzət verək. Аллилуйя. Воздайте славу Богу. Gəlin izzəti Tanrıya verək. Аминь. Аллилуйя. Слава Богу. Аминь. Спроси своего соседа. Necəsən? Öz qonşundan soruş, kakdır. Как твои дела? Sənin işlərin necədir? Слава Богу. Tanrıya izzət olsun. Аминь. Давайте склоним наши головы, правильно? Помолимся. Başımızı Прославление. əyək, Сейчас dua нас edək. поведет в прославление. Аминь. Və bizi indi Siz həm qrupa aparacaq. hazırsınız. Və Rabbi готовы. izzetlendirmeye. Slavic Господа. Amin. Rabbimiz sana minnettarıq. Господь, мы благодарим Тебя. Sen yerin göğün sahibisən. Ты тот, который sotvorил небо и Biz землю. səni izzətləndiриrik. Мы славим Тебя. Sen bizi tapmışsan, Ты ata. нашел нас, Отец. Sen bize ümid vermişsən. Ты дал нам надежду. Biz qaranlıqda yaşayırdıq. Мы жили во тьме, Sən öz nurunu bizim həyatımıza но gətirdirmisən. Ты принес свой свет в нашу жизнь. Sən toxunmusan bizim ürəklərimizə. Ты касался наших сердец, Sən bizə vəd vermisən и Ты обещал нам, və bizə əbədi həyat vermisən. и Ты dал нам вечную жизнь. Sən bizim üçün yol qurmursan. Ты для нас sotvorил путь Bu dünyadan əbədi həyata, из этого мира в переход в вечность, səmaya, в небеса. İsa Məsihin ismi ilə. Во имя Иисуса Biz Христа minnətdarıq sən oğluva görə. мы благодарим Тебя за Сына Biz Твоего. minnətdarıq yola görə, Мы благодарим Тебя за путь Твой, həyata görə, за жизнь, həqiqətə görə. за истину. İsa Məsihdir o.
Во Иисус ve это onun vasıtaçılığı olmadan И если не будет Его senin вмешательства, yanına ata hiç kim gelebilmez. никто не sможет прийти к Отцу. Ve bugün Rab И сегодня, Господь, biz sevinirik, мы рады, biz şadlanırıq, мы радуемся, biz seni alqışlayırıq, мы восхваляем biz Тебя, seni мы izzətlendiririk. Тебя прославляем, Rab sen bizi bura yığmısan. что Ты собрал нас здесь, Biz senin Господь. xalqınıq, Мы народ Твой, biz senin мы övladlarınıq. дети Твои. Ata sənə minnətdarıq. Отец, мы благодарим Sənə Тебя. şükürlər deyirik. Мы говорим Тебе вся слава. Sənin ismini yüksəldirik Мы превозносим Твое İzzətləndiриrik. имя. Мы славим Тебя. və sənə И minnətdarıq. мы Тебе благодарны. Şükürlər deyirik. Вся слава Тебе. Halleluya. Аллилуйя. Oh halleluya. Halleluya. La, la. Давайте. İsa müqəddəs qanına şükür. İsa məni pak etmisən şükür. Həyatımı yılasına şükür. Zülmət içində nurunda burada durmuşam. Давайте вместе зал, вместе. Иисус, спасибо. Сильнее ничего нет, сколько чудной Божьей силы есть в нами. Аллилуйя. Христа, искупленный Мессией, сыновьями, дочерями Сильнее ничего нет, сколько чудной Божьей силы есть в нами. Искупленный Мессией, сыновьями, Иисус, спасибо за святую кровь. Иисус, спасибо, я быть тобой. Иисус, спасибо, ты спас жизнь мою. Был кромешный день, но в твоем свете стою. Аллилуйя. 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 Давайте поднимем руки. Gələnlərimizi qaldıraq. Иисус, спаси. Бог хочет услышать каждый голос. Tanrı hər bir səsi eşitmək istəyir. Его присутствие здесь. Именно твой голос хочет услышать Бог сегодня. Еще раз, Иисус, спасибо. О, Иисус, Иисус,
Иисус, спасибо за святую кровь. Иисус, спасибо, я мы тобой. Иисус, спасибо, ты спажи мою. Был в кромешной тьме, в моем свете здесь стою. А теперь воздай ему славу и хвалу. Аллилуйя! Аллилуйя! Аллилуйя. Воздай от всего сердца! Ты Возликуй рядом пред Ним, Onun ибо karşısında Твой sevin. Господь! Аллилуйя! Живой Yalnız o Бог! layıktır. Slavim Var Тебя, olan Господь. Tanrı, bütün izzet sana Аллилуйя. olsun. Halleluja. Аллилуйя! Аминь! Вы на свадьбе лучше славите и торжествуете, нежели в церкви. Toylarda daha güzel Я iştirak своими ediyorsunuz. глазами видел, Ben как вы öz там gözlerimle пляшете, görürdüm necə танцуете. siz rəqs А edirsiniz что с вами toylarda. случилось в церкви? Kilsədə isə Вы sizinlə что, nə baş такие verib? стыдливые, что ли? Siz kilsədə Вы nədən пришли к своему utanırsınız? Господу, Siz друзья мои. Эу! Аминь. Славьте Господа от всего сердца. Rəbbi bütün Всем ürəyinizlə сердцем и душою. izzətləndirin. Bütün qəlbinizlə. Друзья, мы не должны славить этот мир. Мы должны славить нашего Бога. Biz bu Amen. dünyanı yox, biz Rəbbimizi Мы же не izzətləndirməliyik. лицемеры. Biz axı iki yüzlü deyilik. Слава Богу. Давайте День от всего издат сердца olsun. еще раз Его Gəlin прославим. Rəbbi izzətləndirək. Слава Богу. Tanrıya izzət Хорошо. olsun. Аминь. И я верю, что церковь это то место, Və inanıram ki, kilsə o куда ты yerdir. должен приходить с радостью. Hara ki sən sevinclə Церковь это gəlməlisən. то место, Kilsə o yerdir. где тебя ждет твой жених. Harda ki sənin nişanlın səni Это то gözləyir. место, где ты красиво Бу- должен выглядеть. O yerdir, harda ki sən gözəl Потому что görsənməlisən. сегодня хлебопреломление. Bu günləri çörək Сегодня ты bölümüdür. встречаешься со своим Bu Господом. günləri sən Rəbbinlə Если görüşürsən. ты со всем своим сердцем ищешь Его, Əgər sən bütün ürəyinlə onu Бог axtarırsansa, воздаст тебе. o zaman Tanrı Я говорю, sənə, Бог воздаст Tanrı тебе. sənə cavab Он не verəcək. хочет половины. O yarısını Он не istəmir. хочет 80% O твоего 80% сердца. istəmir Он ürəyində. хочет 100% Lakin твоего o сердца. 100% ürəyinə sahib olmaq Потому что он сам istəyir. такой. Ona görə ki, o özü Я говорю, Он elədir. сам O такой. özü elədir. Аминь. Слава Amin. Богу. Bütün izzət olsun Аминь. Tanrıya. Давайте перейдем к нашему собранию. Gəlin biz yığıncağımıza keçək. Аминь. И у нас есть исповедание, апостольский символ веры. Bizdə həvarinin iman məzhəbi var. Аминь. Мы давайте вместе, кто на русском, кто на азербайджанском, Gəlin bərabər kim rus dilində, kimsə Azərbaycan dilində провозгласим свою веру в этот духовный мир. ruhani aləmdə imanımızı bəyan etməliyik. Верую в единого Бога Отца Всемогущего, Творца неба и земли, также в Иисуса Христа, Его единородного Сына и нашего Господа, который был зачат Духом Святым, рожден Девой Марией, который страдал во времена Понтия Пилата, был распят, умер и был погребен, сошел в царство смерти, на третий день воскрес, из мертвых вознесся на небо, воссел одесную всемогущего Бога Отца, откуда вернется судить живых и мертвых. Верую также в Святого Духа, Святую Соборную Церковь, собрание святых, прощение грехов, воскресение мертвых и вечную жизнь. И весь народ скажет: давайте обратимся в свое сердце Gəlin ürəklərimizə müraciət и edək подготовим в своем сердце, və hazırlaşdıraq чтобы принять ürəklərimizi. Господа Иисуса Христа. Rəbb İsanı qəbul edək deyə Библия говорит, müqəddəs kəlam что deyir. принимая хлеб и вино, Çörək və şərabı мы qəbul edərək причащаемся к телу и крови Христа
и предупреждает нас против того, чтобы есть и пить недостойно, не исследовав прежде свои сердца перед Господом. Потому что каждый, кто ест или пьет, не осознавая значение тела Господа, тот ест и piyot в осуждении себе. Çörək və şərabı qəbul edərək biz Məsihin bədəninə və qanına birləşirik və biz xəbərdar edirik ki, ürəyini Rəbbin qarşısında yoxlamadan və Rəbbin bədənini dərk etmədən layiqsiz yeyib və içərsə, o mühakiməyə yeyib içir. Сейчас время, когда мы можем закрыть глаза İndi o vaxtdır ki, gözlərimizi yuma bilərik и открывать свое сердце перед Господом. və ürəyimizi Tanrının qarşısında aça bilərik. Исповедуя свои согрешения, свои ошибки. Günahlarımızı, səhvlərimizi И Бог Tanrı qarşısında Бог səsləndirdik милостив, və mərhəmətli Tanrı, и Он нас очистит от всякой неправды. o bizi hər bir düzgün olmayan şeylərdən Когда мы təmizləyəcək. приходим к Нему Onun yanına gəldikdə, во имя Иисуса Христа. İsa Məsihin adı naminə. Аллилуйя. Halleluya. Давайте все вместе исповедуем. Gəlin hamımız bərabər. Кто на русском, кто на азербайджанском. Kim rus dilində, kimisi Azərbaycan dilində. Я признаюсь тебе, святой и праведный Бог, что я часто согрешаю в мыслях, словах и делах. Tez-tez fikirlərimdə, sözlərimdə və əməllərimdə. Я не всегда любил тебя больше всего другого, не любил ближнего, как самого себя. Сейчас я молю о помощи, чтобы осознать мои грехи и обратиться от них. Посмотри на меня в милости Твоей. Прости мои грехи во имя Иисуса Христа, Господа моего. Слово говорит, если мы исповедуем грехи наши, то Он, будучи верен и праведен, простит нам грехи наши и очистит нас от всякой неправды. Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək. Во имя Иисуса Христа я провозглашаю отпущение грехов. İsa Məsihin ismi ilə günahlarınızın bağışlanmasını bəyan edirəm. Давайте обратим свои сердца к Богу. Ürəklərimizi Tanrıya yönəldək. Это действительно верно, правильно и благословенно, чтобы мы всегда и повсюду благодарили и прославляли Тебя, всемогущего Отца, святого Бога, через Иисуса Христа, нашего Господа. Bəli, bu həqiqətən doğru, düzgün və yaxşıdır ki, həmişə hər yerdə sənə qadir olan atamız, Rəbbimiz olan İsa Məsih vasitəsilə şükranlıq edib səni alqışlayaq. Он отдал Себя за нас, чтобы в Нем мы стали святым народом, спасенным из тьмы в Твой чудный свет. O özünü bizə qurban etdi ki, biz onda müqəddəs xalq olaq, qaranlıqdan xilas edib öz nuruna gətirdi. В Нем мы имеем жизнь с избытком. Bizim onda bol həyatımız var. Поэтому вместе со всеми верными всех времен и поколений и со всем многочисленным воинством небесным будем славить Твое святое имя и ликуя восклицать. Buna görə də bütün dövrlərdə və nəsrlərdə bəri sadiq olanlarla birlikdən və bütün çoxsaylı səmavi ordu ilə sənin müqəddəs adını izzətləndirib alqışlayacağıq. Иисус, спасибо за святую кровь. Иисус, спасибо, я омыт тобой. Иисус, спасибо, ты спаси мою. Был в кромешной тьме, но в твоем свете здесь стою.
Возьми своего брата рядом или сестру за руку. El-elə tutun, bacı qardaşlar. Я просто хочу это увидеть. Mən bunu görmək istəyirəm. Давайте от всего сердца этим прipevом мы сейчас, Иисус, спасибо. Аминь. Gəlin bir yerdə ürəkdən İsa'ya poyuz təşəkkürümüzü bildirək, zal Откройте свое oxuyun. сердце. Ürəklərinizi Сейчас будет açın. Бог исцелять вас. İndi Tanrı sizə şəfa Аллилуйя. verəcək. Он здесь, чтобы исцелять вас. Tanrı burada ki Я şəfa ощущаю versin. Его присутствие. Onun Очень сильное huzurunu, присутствие. onun qüdrətli huzurunu hiss edirəm. Аллилуйя. Иисус, спасибо тебе. Еще раз. İsa təşəkkür edirəm. Я благодарю тебя. Аллилуйя. Еще раз встаю. Спасибо. Сильнее ничего нет, сколько чувств можно сильнее искупленными стали, сыновьями дождями через Сильнее ничего нет, сколько чувств можно сильнее искупленными стали, сыновьями дождями через Иисус, спасибо за святую кровь. Иисус, спасибо, я омыт тобой. А теперь воздайте славу Богу. Dön izzəti Tanrıya verin. Аминь. Аминь. Славен Ты, Господь неба и земли, который проявил милость над нами, людьми, и отдал Сына Твоего Единородного, чтобы каждый верующий в Него не погиб, но имел жизнь вечную. Sənə göyün və yerin Rəbbinə alqış olsun. Sən bizlərə qarşı mərhəmətli oldun. Öz yeganə oğlunu verdin ki, ona iman edən hər kəs həlak olmasın, lakin əbədi həyata malik olsun. Мы благодарим Тебя за спасение, дарованное нам в Иисусе Христе. Məsih İsa'da bizə bəxşiş edilən xilas üçün sənə minnətdarıq. Пошли своего Духа в наши сердца, чтобы Он созидал живую веру внутри нас. Müqəddəs ruhunu ürəklərimizə göndər ki, o canlı imanı daxilimizdə inkişaf etdirsin. Духом Твоим святым освети этот хлеб и вино, который мы приносим пред Тобой.
müqəddəs ruhunla qarşına gətirdiyimiz bu ənamları üzərinə nazil ol. Мы благодарим Тебя, что через них мы становимся причастниками тела и крови Христа. Biz sənə minnətdarıq ki, bunların vasitəsilə biz Məsihin bədəninin və qanının iştirakçısı olduq. Ибо я от самого Господа принял то, что и вам передал, что Господь Иисус в ту ночь, в которую предан был, взял хлеб и, возблагодарив, преломил и сказал: примите, едите, это есть тело мое за вас ломимое. Это творите в мое воспоминание. Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin özündən qəbul etmişəm. Rəbb İsa ona həyanət edildiyi gecə əlinə çörək götürdü, şükür edib onu böldü və dedi: bu mənim sizin üçün verilən bədənimdir. Bunu mənə xatırlatmaq üçün edin. Также и чашу после вечери сказал: эта чаша есть новый завет моей крови. Это tворите, когда только будете пить в мое воспоминание. Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: bu kasa mənim qanımla bağladığım yeni əhddir. Bunu hər dəfə içəndə məni xatırlatmaq üçün edin. Ибо всякий раз, когда вы едите хлеб этот и пьете чашу эту, смерть Господню возвещается, доколе Он придет. Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək onun ölümünü bəyan edirsiniz. А теперь вместе. İndi isə bir yerdə Когда мы принимаем этот хлеб и вино, bu çörəyi və şərabı qəbul etməklə мы провозглашаем Твою смерть. И мы исповедуем Твое воскресение. və sənin dirilişini bəyan etmiş oluruq И Твое пришествие во славе, Господь Иисус. və sənin izzətin içində gəlişini bəyan edirik. Святой Отче, мы празднуем эту вечерю в память о страдании и смерти Твоего Сына, а также Его воскресении и вознесении на небеса. Müqəddəs Ata, sənin oğlunun ölümünü və istirabını bu axşam xatırlayaraq, həmçinin onun dirilməsi və göylərə qalxmasını da. Мы молим Тебя с милостью презри на эту совершенную и вечную жертву, через которую Иисус Христос примирил человечество с Тобой. Biz sənə dua edirik, bəşəriyyəti səninlə İsa Məsih vasitəsilə barışdırdığın bu kamil və əbədi qurbanı mərhəmətlə qəbul et. Пусть все принимающие этот хлеб и вино объединятся в одно тело и преобразятся в живую жертву во Христе. Qoy bu çörəyi və şərabı qəbul edən hər kəs bir bədəndə birləşsin və Məsihdə diri qurbana çevrilsin. В Нем, через Него и с Ним принадлежит Тебе, Бог, Отец Всемогущий, в Духе Святом вся слава и честь ныне и во веки. Аминь. Onda, onun vasitəsilə və onunla birlikdə indi və əsrlərcə bütün izzət və şərəf müqəddəs ruhda qadir Ata Tanrı sənə məxsusdur. Amin. Теперь вместе давайте помолимся молитвой Господней. İndi isə bir yerdə gəlin Məsih öyrətdiyi dua ilə, göylərdə olan atamız duası ilə dua edək. Отче наш, сущий на небесах, да светится имя Твое, Adın müqəddəs olsun, да придет Царствие Твое, səltənətin gəlsin, да будет воля Твоя göylərdə olduğu и на земле, yer üzündə как на небе. sənin səltənətin olsun. Хлеб наш насущный, Gündəlik çörəyimizi дай нам на сей день, bizim и прости нам долги наши, və bizə borcumuz olanları как и мы bağışla. прощаем должникам нашим. Bizim də borclarımızı bağışla И не веди нас в искушение, və bizi imtihana çəkmə, но избавь нас от лукавого. lakin şərdən xilas elə. Ибо Твое есть царство, Çünki sən sənət, и сила, и слава во веки. olaraq sənindir. Аминь. Amin. Аллилуйя. Halleluya. Мир Господень да пребудет со всеми вами. Rəbbin sülhü sizinlə olsun. Пожелайте мира от Господа друг другу. Bir-birinizə sülh diləyin. Придите и примите, все готово. Gəlin, qəbul edin, hər şey hazırdır. Это тело Христа за вас ломимое. Bu sizə görə qırılan Məsihin bədənidir. Это кровь Христа, пролитая за вас. Bu sizə görə axılan Məsihin qanıdır. Halleluya. Как обычно, мы с этой стороны берем, проходим на свои места и ожидаем до конца собрания, не уходим никуда, принимаем причастие и далее продолжаем. Həmişəki kimi sağ tərəfdən yaxınlaşırıq və qəbul edirik. Sonra da tələsik heç hara getmirik. Sonacan gözləyirik. Я был с ней проклят был, безнадежно угасал. Грех разделил нас, и пропасть велика. Но по ту сторону той бездны
Господь, Ты сострадал. Ты проложи свой путь над бездной той. На кресте Ты страдал, чтобы я свободным стал. О, Ты заплатил за все мои грехи, цепи все разорвал и надежду в сердце дал. Иисус, спасибо за святую кровь. Иисус, спасибо, я омыт тобой. Иисус, спасибо, Ты спаси мою. Был кромешный свет, но в Твоем свете здесь стою. Ты за мой грех был в могиле погребен, похоронен на 3 дня, но в силе вышел из нее. И теперь смерть бессильна, и жизни нет конца. А я был изменен кровью агнца Христа. Иисус, спасибо за святую кровь. Иисус, спасибо, я омыт тобой. Иисус, спасибо, Ты спаси мою. Был кромешный свет, но в Твоем свете здесь стою. Сильнее ничего нет, сколько чудной Божьей силы искупленный бездарен, сыновья сильнее ничего нет, сколько чудной Божьей силы искупленный бездарен, сыновья Самый
Давайте воздадим хвалу и славу Ему. Bütün izzəti, şərəfi, şöhrəti ona verək. Если бы не Он, мы давно бы уже горели бы в аду. Əgər Rəbb olmasaydı, o zaman biz cəhənnəmdə yanardıq. Это истинно так. Bu həqiqətən də Но elədir. сегодня ты живой. Lakin bugün sən Скажи своему yaşayırsan соседу, və qonşuna dinən, ты живой sən yaşayırsan из-за Иисуса Христа. Məsih İsa'ya görə. Скажи, ты живой из-за Иисуса Христа. Sən dirisən, ona görə ki, Məsih İsa var. Amин. Amin. Вы приняли тело и кровь Господа Иисуса Христа. Он хранит вас до вечной жизни. Siz Rəbb İsa Məsihin bədənini və qanını qəbul etdiniz. O sizi əbədi həyata qədər qoruyur. Мы благодарим Тебя, дорогой Небесный Отец, за благодать, которую Ты даруешь нам через Твое святое причастие, дар Нового Завета. Əziz səmavi ata, yeni əhdin ənamı olan lütflə bizə verdiyin sənin müqəddəs çörək bölümündə iştirak edə bildiyimizə görə sənə minnətdarıq. Помоги нам жить достойно Твоему святому призванию так, чтобы мы могли встретить Тебя в Царстве Твоем. Аминь. Bizə kömək et ki, sənin çağırışına uyğun layiqli həyat sürək və səni sənin səltənətində qarşılaya bilək. Amin. Аминь. Теперь выберите человека, станьте лицом к лицу кому-то. Bir insan tapın, üz-üzə qarşı-qarşıya durun. И повторяйте эту молитву благословения. Və bu xeyir duasını edin. Повернитесь к Нему, вы меня слышите? Məni eşidirsinizmi? Çönün. Да благословит тебя Господь и сохранит тебя. Qoy Rəbb sənə xeyir dua verib səni qorusun. Да презрит на тебя Господь светлым лицом своим и помилует тебя. Rəbb özü nurlu üzünü sənə göstərərək lütf versin. Да обратит Господь лицо свое на тебя и даст тебе мир. Rəbb üzünü sənə tərəf çevirsin, sənə sülh versin. Во имя Отца, Сына и Святого Духа. И весь народ скажет, и да возликует весь народ пред Ним. Ata, oğul və müqəddəs ruh adı naminə. Amin. Давай славим Бога. И давайте прославим Бога и Gəlin по домам. Rəbbi izzətləndirək və evə gedək.